Səmimi qəlbdən və ən içdən sayğı və sevgi salamlarımı uca millətimizə və böyük millətimizə təqdim edirəm. Əziz millət, biz bütün haqlarından məhrum olmuş bir toplum halındayıq. Toprağımız işğaldadır və millətimiz də esarətdə. Əsir nəyə deyərlər? Əsir o insana deyərlər ki, kontrolü öz əlində olmuyor, ixtiyaratı öz əlində olmuyor. Gücü, kontrolü və ixtiyaratı və haqları səlb ola və əlindən alına. Bu yan əsir. Biz dozuruq. Bizə bir ayrı yönetim, fars, şovinist, mulla rejimi hökm sürür və hakimdir. Və bizi hətta imzaladığı bütün insani və milli haqlarımızdan məhrum bırakmıştır. Toprağımız işğaldadır. Necə işğalda olar ki? Belə işğalda olar. Dağlarımın adını dəyişərlər. Dəyələrin, çayların. Məsələn, Təbrizdə Göy Məscid xeyr. Qoyarlar Məscid-i Kəbud. Azı çay xeyr. Qoyarlar Tərxerud. Miyanın yanından rədd olan çay. Qızıl Özən xeyr. Zərnərud. Və hər yer belədir. Və hər yer belədir. Kətlərin, qəsəbələrin, şəhərlərin, dağların, dərələrin, meşələrin, çayların hamısının adını dəyişirlər. Türkünüzün silirlər. Açığın deyil. Çox zaman almaq lazım deyil. Biz rəsmən əsir bir toplumuq. İranda 40 milyon Güney Azərbaycan Türk milləti və başqa türklər. Xorasan Afşar türkləri, Qaşqayistan Qaşqay türkləri və başqa türkmənlər və o birilər. Əzizlər, biz mübarizə halındayıq. Mübarizəmiz 1900'lərdən başlayıb. Yanlışlarımız da olsa, qusurlarımız da olsa, səhvlərimiz də olsa, mübarizə başlanıb. Bunları tarixçilərimiz, bunları tarix və siyasət elmi uzmanları, profesorları araşdırıb və incələməlidirlər. Şimdi məşrutə hərəkatında problem nə idi, müşkül nə idi? Niyə uduzduq? Niyə yenildik? Niyə muvaffaq olunmadıq? Niyə qanı və canı Təbriz verdi? Və fars, şovinist, Pəhləvi rejimi iş üstünə gəldi. Sonra xiyabani hərəkəti bir növ Azərbaycanın qalxışıdır, etirazıdır, isyanıdır. Öldürürlər, qanına bəliyirlər, şırınmədi. Və milli hükümət, pişəvəri hakimiyyəti ya milli hükümət və Güney Azərbaycanda qurulan özət, muxtar cumhuriyyət. Bəziləri onu istiqlal, müstəqil, bağımsız bir cumhuri kimi adlandırırlar. Odur deyil. Hiç zaman bir ilə yaxın milli hükümət iş üstündə olub, 6 ay Zəncan üstündə olub bir muxtar cumhuriyyət, 6 ay sonrası Zəncan da əldən gedib və ixtiyaratında çoxu Tehrana verilib və gedir ki, ixtiyaratın, kontrolun və hak və hüquqlarını yavaş-yavaş əldən versin ki, görürsünüz 1946'da Pəhləvi rejiminin qan içərcəsinə, qatilcəsinə, namətcəsinə sanki bir gəlir ana bacısını, ata-anasını öldürüb, tikə-tikələyib, yandırmış bir varlığı məhv eləməyə Pəhləvi rejimi ordusuyla, ərteşi ilə gəlir və qır-hağır Zəncandan başlayır təəddi, təcavüz və qətl Təbrizdə, Qənovlarda qan su yerində axır. İstəyirəm bunu deyəm ki, millətimiz durmuyub, millətimiz etiraz edib, millətimiz qalxıb, isyan edib və sonrası bilirsiniz, müsəlman xalq hərəkatı ki, Fars Mulla rejimi ilə birlikdə Tudə partiyası, o zaman İSSR var idi, İttihad-ı Cəmahir-i Şurəvi. Bu iki İran rejimi anti-emperyalisti
SSR-i, yəni günlə varisi Rusiyyədir. İttihad Cəmahiyyəti Şurəvi tam İran rejimi ilə müttəhid və müttəfiq edirlər. Və bugünün çelik fədai xalq əksəriyyətləri və əqəlliyyətləri, yəni marksistlər, materialist, marksist, leninist və hətta stalinist ki, bugün gəliblə soxulubla da Güney Azərbaycan Milli Hərəkatına və bizim əleyhimizə fəaliyyətdədirlər. İşimiz yox. Bunların da işbirliyi ilə Fars, şovinist, mulla rejimi Müsəlman xalq hərəkatını dağıtdı. Rəhmətli Həzrət Ayətullah Üzma Şərəf medarını ev həbsinə saldılar və yavaş-yavaş, yəni sanki əllərin boğazına qoyublar və sıxırlar. Yavaş-yavaş sıxdılar və boğdular və öldürdülər. O da uzun getdi. Müsəlman xalq hərəkatı getdi və onun başında duran Təbrizli Həzrət Ayətullah Üzma Şərəf medarı da o cür Fars, şovinist, mulla rejiminə qurban getdi. Durmamışıq. Mən bir millətimin kiçik oğlu olaraq, mən, sən uca millət, sən böyük millət, sən ulu millətin. Mənim fəxrim, qururum budur ki, Türk millətinin bir əskəriyəm, Türk millətinin bir gürdəriyəm, Türk millətinin bir uca və ulu Türk millətinin bir oğluyam. Mən sənin bir müəllim, öğretmen, üniversite, bilim yurt, danışgahda olan hoca, ustad. Bunları gördüm, bunları görürdüm. Uşaqlığımdan. O zaman ki anladım mən insanam. Və izlirdim bu məsələləri. Oxuyurdum, incəlirdim, araşdırırdım. Bunu anladım ki, böyük millət. Biz Güney Azərbaycan Türk milləti olaraq 40 milyon bu millət əsirdir. Və onun vətən yoxdur. Toprağı işğaldadır. Əzizlər, biz bütün haqları səlb olunmuş, həm bireysel şəxsi və həm milli haqlarından məhrum bir toplumuq. Biz Amerikanı bəşləmirik, Amerikanı gözləmirik, Amerikanı çağırmırıq. Gələr, gəlməz. Bizim müşkülümüz, problemimiz budur ki, bütün insani ve milli hakları uğurlanmış, çalınmış bir topluma çevrilmişik. Siz bugün Afrikada, o Afrikanın meşələrinin dibində bir qəbilə ki, onun qəbilənin başçısı var, onun yanında muavinləri, müşavirləri var, köməkçiləri var və nüfusu məsələn 3000, 5000, 10.000 nəfərdir. Bir ayrı güc ona həmlə eləyə ki, onun toprağını işğal eləyə və özünü əsir tuta, o son nəfəsinə qədər savaşacaqdır. Qanını və canını verər, amma bərdəliyi, qulluğu və köləliyi qəbul eləməz. Biz də qəbul eləməmişik, babalarımız da qəbul eləməyiblər və eləməyəcəyik. Qalxacağıq. Mübarizəmizi çoxdan başlamışıq. 1900'lərdən başlamışıq. Qusurlarımız var. Nəqslərimiz var. Noksanlarımız var. Eybilərimiz var. Yanlışlarımız var. Bunları düzəldəcəyik. Doğru düzgün bir metod və yöntemlə düşmənimiz kimdir? Düşmənimiz qan içən 35.000 Güney Azərbaycanın qatili olan Rıza Xanıdır, oğlu Məhəmməd Rıza idi və bu gündə əgər iddiası var bəzilərinin mən onların varisiyəm, odur ki, gərək o 35 milyonun cevabını verə, o məzlum və məsum qanların cevabını verə, ilk öncə mühakimə olunmalıdır və indi də Tehranda hakimiyyətdə olan, milləti acından öldürən, milləti soyub, quru soğana möhtac eləyən, milləti saatlər bir donmuş toyuq ətinin quyruğunda və səfində durduran, millətimizi təhqir eləyən, millətimizi aşağılayan
Siz dərdinizmə deyirdiniz 40 il qabaq. Neft, petrol parasız, benzin parasız, su parasız, bərq parasız. Biz gəlirik sizə adam eləyək, gəlirik sizə qürur verək, gəlirik sizə iftixarat verək, gəlirik sizə qolaylıq sağlayaq, gəlirik sizə rahatlıq sağlayaq, gəlirik sizə qürur, şəxsiyyət və kariyer verək. Bu mu? 40 yıl sonra qürur, iftixarat, şəxsiyyət, kariyer bu mu? Ki insan bir quru soğana möhtac ola. Ki donmuş toyuğun səfində, onu da bəlli də ayda bir dəfə veriləyə vermirlər. Donmuş ətin səfində, bəlli də ayda bir dəfə verilə verməyərlər. Saatlər dura və zaman sərf eləyə ki, oradan 1 kilo donmuş ət ələcəkdir. Bu xoş deyil bu. Bu bizə yaraşmır. Biz İran rejimi ilə mücadilədəyik. Biz İran rejimi ilə mübarizədəyik. İndiyə kimi mübarizəmiz, mücadiləmiz barışçıl olub, peaceful olub, Mahatma Gandhi'nin metodları ilə, yöntəmləri ilə, üsul və qaidələri ilə, mədəni yəni etirazlarla, mədəni və sosial, mədəni və ictimai isyanlarla, etirazlarla mübarizə eləmişik. Üstümüzə odlu silah açılırsa, o silahı alıb millətimizə ot püskürənlərin üstünə püskürəcəyik. Buna hazır olmalıyıq. Biz Amerikanı çağırmırıq. Biz Amerikanı gözləmirik, bəkləmirik. Heç gəlməsin də sorsan bizdən istəyirsiniz, deyərik biz istəmirik. Bu İran rejimidir ki, bir şərait yaradır, bir atmosfer, bir cəv, bir vəziyyət yaradır ki, Amerika ordusunu İranın üstünə yeridir. Hər halda biz hazır olmalıyıq və görevimiz anamızı, bacımızı, atamızı, və qardaşımızı qorumaqdır. Görevimiz özəl ailə və genel ailəmizi qorumaqdır. Özəl ailə o evimizin içində olan ata, ana, bacı, qardaşdır. Və genel ailəmiz millətimizdir. Toprağımızı, şəhərimizi, maddi mənəvi varlığımızı və məzlum və bütün haqlarından məhrum olunmuş millətimizi qorumaqdır. Böyük millət, oğulları hazırla, qızları da hazırla. Mübarizəyə və mücadiləyə devam və inşallah yaxın gələcək bizimdir. Çox yaxın gələcək bizimdir. Özlərinin bir şuarları var, bir hədis var. Mən yadıma gəlir, hey, deyirdilər bunu. Mən gidin ona işarə edəcəyim. İran İslam Cumhuriyyətinin başında duranlar bunu tikrar deyiblər. Əl-mülkü yəbqa məl-kufr və la yəbqa məz-zulm. Mülk burada toprak mənası deyil. Mülk yəni malikiyyət, mülk yəni səltənət, mülk yəni hakimiyyət, yəni sultanlıq, yəni iqtidar, yəni dövlət. Bir dövlət, bir güc küfrlə qala bilər, zülmlə qala bilməz. Ey İrana hakim olan Fars, mulla, şovinist rejimi, 40 ildir zülm edirsən və öz mətrəh elədiyin hədislərə əsasən sonun yaxındır. Böyük millət, mübarizəyə hazır ol, mücadiləyə devam. Əlbəttə bizim mücadiləmiz və mübarizəmiz mədənidir. Mədəni isyanlar və etirazlardadır. Barışçıldır. Təzahüratlar olmalıdır. Xiyabanlara tökülməliyik. Minlər, 10 minlər, 100 minlər, milyonlar. Çığırmalıyıq, bağırmalıyıq. Elə bağırmalıyıq ki, Tehrana hakim olan şovinist rejimin qulaqlarının pərdəsi patlasın. Və kar dünya, sağır dünya, orada yaşayan 40 milyon məzlum insanın harayını eşitsin. Və dedim, üstümüzə
odlu silahla od püskürsələr silahlanıb və o silahları alıb qanımızı odlu silahla tökən varlıqların, mövcudların, qatillərin və zalimlərin otu üstlərinə püskürəcəyik. Amma buna inan, biz məzlumuq, biz məsumuq, biz haqlıyıq, biz haqları çalınmış bir millətik. Yaxın gələcək bizimdir. Zalimlərin sonu yaxındır. Məzlumların da qurtuluşu yaxındır. Yaxın gələcək bizim olacaq. Qurtulacaq. Güney Azərbaycan Türk Cumhuriyyətini quracaq. Təbrizimizi, məzlum Təbrizimizi 100 il qabaq dünyanın 10 şəhərinin biri olan Təbrizimizi toz basmış, pas basmış, fas-şövinist əliyle yas basmış məzlum Təbrizimizi göz yaşlarımızla, qanımızla, canımızla siləcəyik, süpürəcəyik. Gene de 100 il qabaq dünyanın 10 şəhrinin biri olan şəhərlərin birinə çevirəcəyik. Bugün Təbrizimiz fas şövinizminin, fas faşizminin istismar, istimar ve sömürgesi sonucu olarak hiç dünyanın 500 şehrin içinde de değil. Biz Təbrizi kurtaracağız, Ərdəbil de kurtaracağız, Zəncanı da kurtaracağız, Urumunu da kurtaracağız ve bütün şehirlerimizi, Mərağamızı, Miyanamızı, Mərəndimizi ve bütün dağlarımızı, dərelərimizi, meşələrimizi, her şeyimiz var. Allah bize her nimeti verip yeter ki o nimetlere özümüz sahip olaq. Gelip Süngün, Sayınqalanın qızıl mədənləri, Qorbənin qızıl mədənləri və başqa yerlərdə dəmir, alüminyum, Zəncanın alüminyum mədənləri, Bakır mis mədənləri yeter ki icazə verməyək. Sömürgəçi, istismargər bunlara çala, çapa və oğurluya və bizi donmuş ətə mühtac ediyə. Əzizlər, bunun bir bədəli var. Qorxmayacaq, qorxaq millət olmamışıq tarix boyu. Cəsur toplum olmuşuq. Biz qorxmaz, cəsur, müdir, müdəbbir və güclü bir millət olmuşuq və adil qalxacaq, mübarizə edəcəyik, mücadilə edəcəyik, bədəli cansa can, hər halda bu canı verəcəyik. Müqəddəs və kutsal vətən uğrunda verərik. Hər halda bu can bizdən çıxacaq. Kutsal və mübarək, ulu və uca Türk milləti uğrunda bu canı veririk. Deyir ki, hamı öləcək, hamı gömüləcək, hamı quyulanacaq. Bəziləri qara toprağa, bəziləri uca və ulu Türk millətinin ürəyinə gəlin bu ucuz, naçiz canı və qanı vətən uğrunda verəlim, millət uğrunda verəlim ki, toprağa gömülməyəlim, quyulanmayalım. Uca millətimizin, məzlum millətimizin, gözəl millətimizin ürəyində yer alalım. Var olun, sağ olun, qulluğunuzda varıq və inanıram ki, mən də dünyamı dəyişmədən Azərbaycanımız qurtulacaq, Təbrizimiz qurtulacaq, Güney Azərbaycan Türk Cumhuriyyəti qurulacaq, Təbrizdə milli parlamanımız qurulacaq, milli dövlətimiz qurulacaq, Azərbaycan Türkçəmiz rəsm olacaq, bütün Amerika milləti kimi, İngiliz, Fransa, Alman millətləri kimi, onlar hangi haqlara sahibsə, biz də o haqlara sahib olacaq. Və əlbəttə iş bitmədi, Azərbaycanımızı onlar parçaya bölüblər. Onları da birləşdirməyə sarı, bütün Azərbaycanı qurmağa sarı irəli, irəli, irəli.